qovulmuş şeytandan Allaha sığınıram. Rəhman və Rəhim olan Allahın adı ilə. Göyləri və yeri yaradan, mələkləri 2, 3 və 4 qanatlı elçilər edən Allaha həmd olsun. O, xəlq etdiklərindən istədiyini artırır. Həqiqətən Allah hər şeyə qadirdir. Allah insanlara mərhəmətindən nəyi nəsib edərsə, heç kəs onun qarşısını ala bilməz. Onun göndərmədiyi bir şeyi də ondan başqa heç kəs verə bilməz. O, qüdrətlidir, müdrikdir.